Sən özünə necə yalan danışırsan? İnsan ən çox başqalarını yox, özünü aldada bilər. Bir gündəlik yalanlar. Məsələn, vaxtım yoxdur, əhvalım yoxdur, keyfim yox, hələ hazır deyiləm, sabah başlayaram. Bu kimi cümlələrin hamısı özünə yalan danışmağın ən yumşaq formasıdır. Bu cümlələrlə öz ruhunu, düşüncələrini sakitləşdirirsən, amma gələcəyini oğurlayırsan. Bəs niyə beynimiz bu yalanları düzəldir, bu tipli cümlələr qurur? Çünki beyin ağrıdan qaçmağa fokuslanır. Yəni iş mexanizmi odur, çünki ağır gəlir ona. Beyin enerjisini qorumaq üçün çətinlikdən qaçır. Ona görə də 100 cür bəhanə hazırlayır. Və sən də bu bəhanələrə aldanırsan. Əslində sən tənbəl deyilsən, sən qorxursan. Səhvdən, yorulmaqdan, nəticə ala bilməməkdən və ya kifayət qədər az bal toplamaqdan. İnsanın özünə dediyi ən təhlükəli yalan isə o qədər də pis deyil, tipli cümlələrdir. Bu cümlə səni inkişafdan saxlayır. Ona görə də yüzlərlə, hətta minlərlə şagird günlərini sadəcə keçirir, yalandan məktəbə gedirlər və yaxud da ki, hazırlığa gedirlər. Sadəcə vaxtlarını, günlərini keçirmək üçün bunu eləyirlər. Həqiqətən öyrənmək, dərinləşmək, dünyanın fərqinə varmaq, elm qazanmaq istəmirlər. Ona görə də yerlərində sayırlar. Bəs həll yolu nədir? Dürüstlük. Özünə qarşı dürüst və səmimi ol. Hər gün 10 dəqiqə özünə hesabat ver. Çətin işləri parçala, hissələrə böl, yəni parçala və hökm sür. Bütün imperiyaların tarix boyu etdiyi siyasət budur. Kiçik hissələrə böl işlərini və xırda-xırda onları həll eləməyə çalış. Bir də çətinliyi, ağrını, acını, əzabı qəbul elə. Bu inkişafın bir parçasıdır və qapısıdır, yoludur. Əgər özünə yalan danışsan, uğur səndən qaçacaq. Həqiqi həyatın, taleyin səndən qaçacaq. Özünə dürüst olsan, səmimi olsan, həqiqətdən qaçmağa çalışmasan, ağrını, əzabı, əziyyəti, əzab deyəndə biraz vahiməli səslənə bilər, yəni əziyyətdən qorxmasan, üzərinə getsən, çalışsan, əmin ol ki, bacardığından daha yaxşısını da əldə edəcəksən. Həqiqət çətin ola bilər, amma sən çətinliyə qalib gələcək gücdəsən. Bu gücünün fərqində ol və davamlı şəkildə çalış.